Salamlar. Yeni bir video seriyasına başlayırıq. Faiz, nisbət, tənasüb. Buraxılış mövzusu, blok mövzusu. Bu video seriyasında sizləri nələr gözləyir ona bax. Nisbət, tənasübün xassələrindən başlayacağıq. Faizə aid məsələlərdə bitirəcəyik. Hər mövzu bir video olacaq. Bu gün nisbət, tənasübün xassələrinə aid 10 dənə test eləyəcəyik. Və bu 10 testə oxşar suallar olaraq videonun açıqlama hissəsində sizin praktik etməniz üçün mən link qoyacağam. Həmin sualları praktika edin, nəticənizi şərhlərdə bildirin. Tənasübün orta hədləri 12 və 3-dür. Kənar hədlərdən biri 18 olarsa, o biri kənar həddir tapın. Tənasübün əsas xassəsi odur ki, orta hədlərin hasili 12 vur 3 bərabər olmalıdır kənar hədlərin hasilinə. 18 vur x. Digər kənar həddi bilmirik. Burada vurulan 18-i bu tərəfdə bölərik. X bərabərdir 36 böl 18. O da bərabərdir 2. Düzgün cavab B. Tənasübündən x-i tapın. Əzizlərim, tənasüb demək 2 dənə nisbətin, yəni 2 bölünmənin bərabərliyinə tənasüb deyirik biz. Və tənasübün əsas xassəsi odur ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Burada kənar hədlər, baxın, kənarda duranlar bunlardır. Bəs orta hədlər kimlərdir? Orta hədlər də bunlardır, ortada duranlar. O zaman deyirik 7/5 x-i bərabər olmalıdır 1/5 vurulsun 3/2-yə, düzdürmü? İndi burada vurulan 7/5-i bu tərəfdə bölə bilərik. 7/5 bərabərdir, x bərabərdir 1/5-i yuxarına 10 ilə vursam mən 15 olacaq. 2 bölək 3 bölək aşağıya da 10 ilə vurmalıyam. Kəsrin əsas xassəsi sürət və məxrəci eyni nafədədə vurdum ki, vergüllər getsin. Yaxşımı? 15 ilə 75-i ixtisar eləyərəm. 15-ə böldüm 1, 15-ə böldüm 5. 3/2-ni 5-ə bölmək lazımdır. 3/2-ni bu 5 1-də 5-də deyilmi? Tərsi ilə vururuq 5-də 1-ə. Bərabər olur 15-də 2-yə. A bəndi. Olarsa x bölünsün qeyb nisbətini tapın. Nisbət nədir? Bölünmə. Bu nədir? Tənasüb. 2 nisbətin bərabərliyi tənasüb. Tənasübün əsas xassəsini tətbiq eləyək. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. 3x-i 12-yə vursaq bərabərdir 9y-i 2-yə vurmalıyıq. 36x bərabərdir 18y. Hər iki tərəfə 18-ə bölə bilərəm əzizlərim. 18 getdi. 2x bərabərdir y. İndi bizə deyək, x bölünsün y nisbətini tapın. X yazıram. Y-i nə tapmışam? Y-i 2x tapmışam. X-i 2x-ə bölmək lazımdır. Yəni, x bölünsün 2x. X-lər sadələşir. 2-də 1 qalır. Sürət və məxrəci 5-ə vursam, 0,5 əldə edər. E bəndi. Onlayn dəstələrimizə qoşulmaq istəyənlər ekranda göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər. Bu dəfə fərqli bir tənasüb sualı ilə qarşı-qarşıyayıq. Bu kimi suallarda M-yə deyirik 2A olsun. M 2A olsun. Məxrəci 2-də axı. N 3A olsun. K-nın da 5A olduğunu görürsünüz. Düzdürmü? Baxın, bunları böləndə 2-lər gedir, 3-lər gedir, 5-lər gedir. A bərabərdir, A əldə edirik. Demək ki, düzgün yoldayıq. MNK hasili, M yerinə 2A yazıram. N yerinə 3A yazıram. K yerinə 5A yazıram. Bu 2 40-a bərabər imiş. 2 dəfə 3-ün 6, 6 dəfə 5-in 30. A vur, A-nın A kub olduğunu bilin. A-nı 3 dəfə üzrə vuranda kuba yüksəldərik. Burada vurulan 30-u burada bölərik. Sıfırlar gedər. A kub bərabərdir 8. Hansı ədədin kubu 8-dir? 2-nin kubu 8-dir. O zaman M bərabərdir neçəyə? 2A. Yəni 2 vur 2, 4-ə. N bərabərdir 3 vur 2, 6-ya. K bərabərdir 5 vur 2, 10-a. Bizdən M plus N plus K-nı soruşur. M-ni 4 tapdıq. N-ni 6 tapdıq. K-nı 10 tapdıq. Cavab 20. E bəndi. A bərabərdir M bölünsün 3M ifadəsində M və N müsbət ədədlərdir. M-ni 2 dəfə artırıb, N-ni 3 dəfə azalsaq, A necə dəyişər? Baxın əzizlərim. N bölünsün 3M A bərabərdir, verilibdir. M-ni 2 dəfə artırmaq, 2-yə vurmaq deməkdir, deyilmi? N bölünsün 3 vurulsun 2M yazıram bunun yerinə. 2 dəfə artırdım. N-ni 3 dəfə azaltmaq nə deməkdir bəs? N-ni 3-ə böl deməkdir. N-ni 3-ə bölmək demək məxrəcə yazmaq deməkdir üçün. N-ni 3-ə böldüm.
Burada indi baxın diqqət edin. N bölünsün 3m var idi. 3m var idi. 2 vur 3 gəldi yəni. Yəni 6 gəldi. Baxın əzizlərim, m bölünsün 3m aya bərabər idi. Düzdürmü? Məxrəcə 6 gəldi bu dəfə. Nə oldu a? 6 dəfə azaldı. Məxrəcdədirsə azalır. Surətdə olsaydı artar deyəcəkdik. Baxın diqqət edin. M bölünsün 3m a-dır. Yəni bunun yerinə a bölək 6 yazırsınız. Görürsünüz ki a 6 dəfə azalır. Burada belə ox qoyaq, bərabər deyil də bunlar. Yəni verilən dəyişiklikləri tətbiq elədik. Kanalımıza edəcəyiniz ən böyük yaxşılıq bu videonu bəyənməyiniz, ehtiyac olan şagirdlər varsa ətrafınızdakı sevdiklərinizlə paylaşmağınız və abunə deyilsəniz kanala abunə olmağınızdır. Bu kimi videoların davamına gəlməsini istəyirsinizsə kanalımıza dəstək çıxa bilərsiniz bunları edərək. Fərqli bir nisbət tənasüb sualı ilə qarşı-qarşıyayıq. M bölünsün 3 bölünsün 4'dür. Bu M bölünsün N 3 bölünsün 4. Eyni şeydir, yaxşımı? Burada deyirik M 3K'dır. N 4K'da, yaxşımı? Baxın, K'lar gedər, 3 bölünsün 4 qalar. M'in yerinə 3K, N'in yerinə 4K yazırıq. 14'ə bərabər imiş. 7K 14 imiş. K'nı 2 əldə elədik. Niyə? Burada vurulan 7'yi burada böldük. Baxın, diqqət edin. Burada 2 dəyişənli tənlikdir. Biz bir dəyişənliyə çevirdik, rahat olsun deyə. K'nı 2 əldə etdik. K 2'dirsə M neçədir? 3 vur 2, yəni 6. Bəs n neçədir? K 2'dirsə 4 vur 2, yəni 8. 6'nı 8'ə vuranda 48 elədiyini bilirdinizmi? Deməli, bilmiriksə vurma cədvəlini təkrarlayaq. Yenə bir nisbət sualı. ABC hasilini tapın. Bu səfər A-ya neçə K deyəcəyik? Baxın, A 2K'dır. Tək dəyişənlə də əvəz edirik. B neçə K'dır? B 3K'dır. Bəs C neçə K'dır? C də 4K'dır. İndi A plus B plus C, yəni 2K üstəgəl 3K üstəgəl 4K bərabər imiş 27-yə. 9K 27 eləyər. Burada vurulan 9'u sağda bölərik. K bərabərdə 3 əldə elədik. K 3'dürsə ABC hasilini soruşur. K 3'dürsə A neçə olar? 2 vur 3, 6. Bəs B neçə olar? 3 vur 3, 9. Bəs C neçə olar? 4 vur 3, yəni 12. 6 dəfə 9'un 54 edir. 54'ü 12'yə vurmaq lazımdır. 6 6'a vuraq. Şərinin 8, 108, 54. 648 elədi əzizlərim. 648 C bəndi. Tənasübün kənar hədləri 10 və 3'dür. Orta hədlərindən biri 15 olursa o biri orta həddi tapın. Tənasübün əsas xassəsi nə idi? Kənar hədlərin hasili 10 vur 3. Orta hədlərin hasilinə bərabərdir. 15 digər orta həddi soruşur. O da x olsun. 15x bərabərdir 30. Burada vurulan 15'i sağ tərəfdə böl. X bərabərdir 2. B bəndi. Əzizlərim, təhsil kanalındasınız. Bura riyaziyyat kanalıdır, əyləncə kanalı deyil. Ekrandakı kimi izləməyiniz çox da tövsiyə edilmir. Əlinizə alın qələmi, dəftəri, bizimlə bərabər yazın, qeydlər götürün. Bilmədiklərinizə videonun sonunda təkrar qayıdın baxın. Bu şəkildə maksimum fayda əldə edərsiniz. 9-cu sual. Yenə tənasübün əsas xassəsi kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 11y-i 1'ə vursaq, 2x-i 22'yə vursaq bərabər olar. 11y bərabərdir 44x. Hər iki tərəfi 11'ə böl. Y bərabərdir 4x əldə etdik. Bizdən y bölünsün x nisbətini soruşur. Y-i 4x əldə eləmişik. X-ə böləndə 4 qalır. D bəndi. A bərabərdir 2 bölək 5m ifadəsində m və n müsbət ədədlərdir. M və n-i 4 dəfə artırsaq A necə dəyişər? Baxın əzizlərim, 2 vurulsun n bölünsün 5 vurulsun m'dir A. Burada dəyişiklikləri eləyək. 2 vurulsun m-ni 4 dəfə, n-ni də 4 dəfə artır. Yəni 4n oldu bu, 4 dəfə artıranda. M-ni də 4 dəfə artıranda 4m oldu. İxtisar elədik. 2n bölünsün 5m oldu. Nə oldu A? 2m bölünsün 5m idi. 2m bölünsün 5m oldu. Heç nə dəyişmədi. Yəni E bəndi. Başa düşdükmü? Yəni surət də məxrəc də eyni dəfə artarsa və ya eyni dəfə azalarsa kəsrə dəyişməz. Əzizlərim, sizinlə nə etdik? Biz geniş bir video seriyasının ilk videosunu bitirdik. Nisbət, tənasüb, tənasübün xassələrindən danışdıq. Tənasübün əsas xassəsindən danışdıq. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir dedik.
Bu video seriyasının bir sonraki videosunda düz və tərs mütənasiblikdən söhbət açacağıq. Praktika ilə ustalaşarsan əziz dostum. Tənəffüs vaxtıdır, ancaq videonun açıqlama hissəsindəki ev tapşırığı linkini elə, nəticəni də bizlərlə paylaşmağı unutma. Gününüz xoş keçsin.